edirəm ki, mən bunu etdim, yeni rəsmi formada videomu paylaşacağam. Çox heyecanlıyam, açığı. Dürüst olmaq lazımdırsa, bu addımı atmadan öncə uzun müddət düşünmüşəm. Amma nəhayət ki edirəm. Hər kəsi ilk videomdan salamlayıram. Deməli, mən Leyla ki, həmzaman fikirlərini bölüşməyi sevən, videolar çəkməyi sevən, şəkillər çəkməyi sevən, editləməyi sevən Leyla. Və nəhayət bu addımı atmağa qərar verdim. Və niyə də yox? Niyə də yox? Uzun müddət dediyim bir il deyil, illərdir. Amma hər zaman sonra edərəm ya da özümü hazır hiss etmirdim. Amma düşündüm ki, artıq bir şeylər dəyişdi sanki və düşündüm ki, artıq okey vaxtıdır. Etməliyəm bunu. Çünki nə vaxt, indi deyilsə, yəni nə vaxt edəcəm. Bu kanalda daha çox özünü inkişaf əsaslı videolara üstünlük verəcəm. Motivasiya olsun, fərdi inkişaf, öyrəndiyim dillərlə əlaqəli videolar çəkə bilərəm. Hansı ki, mən izləyəndə çox ilhamlandığım özünə inkişaf videolar vardı və hər dəfə izləyəndə mən də etmək istəyirəm deyirdim. Və bir yerdə bir şey eşitmişdim. Deyirdi ki, əgər bir şey izləyəndə və ya oxuyanda onu hiss edirsən ki, sən də edə bilərsən, deməli sən bunu edə bilərsən. O hiss sənə boşuna gəlmir, yəni. Bu səndə də var. Kiçik və ya böyük olmasına asılı olmayaraq hər şeyə aiddir və bu çox düzgündür, yəni. Bu hiss boşuna gəlmir bizə. Yəni bir şeyi mən də edə bilərəm hissi və yaxud mən də etməliyəm hissi. Bunu sən də etməlisən. Mən də edirəm. Təbii ki, mən ekspert deyiləm, mükəmməl heç deyiləm, amma yenidən və yenidən cəhd edən biriyəm. Hər gün öyrənməyə bir yol tapan biriyəm. Hər gün öyrənən biriyəm. Və niyə də yox? Ən əsası mənim üçün öz istədiyimi etməkdir təbii ki. Və mən bunu edirəm. Plus, insanların nəsə öyrənməyini, insanların inkişafına toxunmağı çox sevirəm. Yəni, ümumiyyətlə öyrətməyi çox sevən birisiyəm. Sanki bunun üçün yaratılmışam. Belə. Növbəti videoda görüşənədək. Qapanış videosu necə idi? Heç bir fikrim yoxdur.